Əziz, dəyərli Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı bir saat ərzində Offside efirdə olacaq və Offside olaraq radiomuzun 2 yaşını, ikinci il dönümünü təbrik edirik. Bütün Sağlam Radio 93 FM kollektivini bu 2 illik yubiley münasibəti ilə təbrik edirik. Fəaliyyətlərində yeni uğurlar, daha geniş dinləyici auditoriyası və yeni nailiyyətlər arzulayırıq. Salam Ceyhun, xoş gəlmisən, necəsən? Salam Günay, yaxşıyam. Mən də Sağlam FM-in bütün kollektivini, rəhbərliyini, bütün əməkdaşlarını təbrik edirəm. Və mənə elə gəlir ki, bu 2 il ərzində kifayət qədər auditoriya toplaya bilib və bizim verilişin də, Offside-ın da bunda heç olmasa 1% bir qatkısı olubsa, nə xoş bizə, nə gözəl bizə. Özüm də yaxşıyam, enerjim yerindədir, sevinirəm, sevincəyəm, sevincliyəm. Yay başladı, gözəl mövsümdür. Yay başladı. Futbol maçları yavaş-yavaş bir 8 gündən sonra bizi dünya çempionatının startı gözləyəcək. Lakin bu ərəfədə Avrokuboklara klublarımızın hazırlıqları davam edir. Bəzi klublarımızın azarkeşləri məyusdur. Bugün xüsusilə başlayaq elə Turantovuz komandasından. Çünki Turantovuzun Konferans liqasında iştirak etməsi UEFA tərəfindən qadağan olundu. Qadağa verildi bu kluba qarşı və beləliklə düzdür. Turantovuz yenidən İdman Arbitraj Məhkəməsinə müraciət edəcək, şikayət edəcək. Lakin onun cavabı necə olacaq, bunu görəcəyik qarşıdakı günlərdə. Günü pis xəbərlə başladıq günə. Günü pis xəbərlə açdıq. Əslində keçən həftədən söhbətlər vardı. Mətbuatda yazılmışdı ki, Turantovuzun Avrokuboklarda iştirakına qadağan qoyub UEFA və bugün Turantovuz da bəyanat yaydı. UEFA da öz rəsmi saytında açıqladı. Həqiqətən təəssüfləndirici məqamdır. Komanda öz gücünə 3-cü yeri tutdu. Avrokuboklarda iştiraka hazır idi. Azarkeşlər, Tovuz azarkeşlər sevindilər ki, komanda 32 il sonra Avropa səhnəsində olacaq. Ancaq 2009-cu ildə komanda 1-ci liqada iştirak edərkən 7 futbolçunun danışılmış oyunlarda iştirakına, oyunların manipulyasiyasında iştirak etdiyinə görə komanda həm də UEFA bunu komanda olaraq bilir. Bəlkə də məsəl üçün 1-2 futbolçu həmin vaxt cəzalansaydı, bunu bütün komandaya aid etməzdi UEFA. Amma deyir ki, 7 futbolçun iştirak edibsə, o zaman sən məsuliyyət daşıyırsan. UEFA-nın qərarıdır. İndi klub apellyasiya verib İdman Arbitraj Məhkəməsinə. Görək necə olur. Amma mən bugün hüquqşünas Elcan Həsənin də açıqlamasını oxudum. O deyir ki, böyük ehtimal apellyasiya şikayət təmin olunmayacaq. Yəni Turantovuz bu mövsüm Avropadan kənarda qalacaq. Çox təəssüf, çox təəssüf. Turantovuz şikayətində bir neçə arqument gətirə bilər ki, bu hadisə 7-8 il bundan əvvəl baş verib, 2019-cu ildə yaşanıb. Həmin futbolçuların indi klubla heç bir əlaqəsi yoxdur. Həmin rəhbərliyin Turantovuzla bir əlaqəsi yoxdur. Bütün bunların fonunda yenə də cəzalı tərəf Turantovuz olacaq. İndi biz təbii ki, o hüquqi prosedurları bilmirik, təfərrüatını bilmirik. Bu işin peşəkarı deyilik, amma hadisə 2009-cu ildə olsa da üstünə 7 il keçdi. Bu 7 il ərzində Turantovuz Avrokuboklarda iştirak hüququ qazanmamışdır. Deyək ki, məsələn, 2009 olub hadisə, 1 il sonra 2010 və ya 2 il sonra 2011-də Avropaya çıxsaydı, cəza həmin vaxt qüvvəyə düşəcəkdi. Sadəcə bu keçən geridə qalan dövr ərzində ki, Turantovuz Avropaya yüksəlməmişdi, ona görə cəza verilmir. Yəni cəza indiyə qaldı, belə deyək. İndiki halda isə Zirənin Konferans liqasında iştirak etməsi gündəmdədir. Lakin bir şey maraqlıdır ki, bir neçə gün bundan əvvəl Zirə 5 futbolçusu ilə yollarını ayırıb. Əslində UEFA-nın bu qərarı Turantovuzun da kassa şikayət etməsi bir müəmma yaradır. Həm Neftçi üçün, həm Zirə üçün. Nəyə görə? Turan buraxılmasa, yəni kas şikayət təmin etməsə, onda Zirə Konferans liqasına getməlidir. Halbuki Konferans liqasına getməsə, məsələn, çempionat avqustun 14-ü başlayır. Gec yığışacaq, futbolçular daha çox istirahət edəcək. Yəni hazırlıq planını indi bilməyəcək Zirə necə qursun. Yəni gedəcəkmi, getməyəcəm. Bu da axı hələ qərar verilməyib. Həmçindən Neftçi. Turan buraxılmasa, o zaman Turanın yerinə Konferans liqası ikinci mərhələsindən Neftçi başlayacaq. Birlə də 2-nin arasında 2 həftəlik fasilə var. Onda da Neftçinin hazırlıq planı dəyişməlidir. Çünki 2-dən başlayırsa biraz daha gec yığışa bilər. Yəni başdan ayağa müəmmadır. Və kas da çox maraqlıdır ki, bu işə yəni bir günə baxmır da, bir neçə
vaxt çəkəcək. Kaş tez qərar verilsəydi. Yəni bilərdik ki, nədir, nə deyil və Zirə də işin bilərdi. Turan Tovuz da həmçinin Neftçi. Maraqlı fakt da budur ki, yenə Turan Tovuzla olan bu məsələyə qayıdacağam. Bir müddət əvvəl artıq Turan Tovuzun stadionunda UEFA tərəfindən baxış keçirilmişdi ki, bu stadion hazır ola biləcək yoxsa yox. Yəni o vaxta qədər artıq bu məsələ gündəmdə deyildi. Təbii ki, bunu mətbuatda görməmişdik. Lakin həmin müddətdə əgər UEFA bir tərəfdən başlayır ki, bu məsələ stadion hazır olub olmayacaq, digər tərəfdən isə icazə vermir ki, Avrokuboklarda iştirak eləsin. Mən UEFA-nı da günahlandırım da, səhlənkarlıqda. Elə bir fil qulağına yatıblar. Yatıb indi qərar verdilər. Siz bilirsiniz ki, çempionat mayın sonunda bitib. Turan Tovuzun konferans liqasına gedəcəyi xeyli vaxtı bəlli idi. Niyə üstündən nə qədər keçəndən sonra, həftələr keçəndən sonra bu qərarı açıqlayırsınız? Tez verərdiniz, hamı öz işin bilərdi də. Turan da öz işin bilərdi, Zirə də, Neftçi də. Zirənin heyətində isə az öncə qeyd etdiyim kimi 5 futbolçu ayrılıb. Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikkelsen müqaviləsinin müddəti başa çatıb və yenilənməyib və daha sonra isə Rüfət Abdulzadə də icarə əsasında çıxış etdiyi komandasına Varajdinə qayıdıb. 5 futbolçudan Zirənin yollarına 5 var. Heç biri onun əsas heyət üzvü sayılmırdı. Rüfət qışda gəldi komandaya. Əvvəl gələndən sonra bir neçə tur oynadı, sonra ümidləri doğrultmadı, oturdu dərin ehtiyatda. Stefan Aka 3-cü stoper mövqeyində idi. Mutsinci və Ruan Renatonun kölgəsində. Ceyhun Nuriyev ümumiyyətlə son aylarda çox az oynayır, daha çox sonradan meydana çıxırdı. Eldar Quliyev ümumiyyətlə bu mövsüm daha çox tribunada oturub oyunlara baxırdı. Qaldı Leroy Mikels. Leroy Mikels də açıq deyim ki, ümidləri doğrultmadı. Uzaqdan zərbələri var, bir neçə belə baxımlı qol olmuşdu. Amma ümumən götürəndə Zirəyə o qədər bir faydası dəymədi. Ona görə bu ayrılıqların mən heç birinə çox da təəccüblənmədim. Yenə də artıq Turan Tovuzun da UEFA-nın son qərarından sonra, uzaqlaşdırılmasından sonra Neftçi və Zirənin həmin rəqibləri təxminən bəllidir və Zirəyə bir qədər birinci təsnifat mərhələsində asan rəqiblər düşür. Neftçi bəlkə fikirləşirdi ki, bu rəqibləri azarkeşlərin önündə məğlub eləyərək sevindirə bilər azarkeşlərini. Lakin ikinci təsnifat mərhələsində Neftçinin daha çətin rəqiblər gözləyir. Bəxti asılı olacaq, şansdan asılı olacaq. Neftçi birinci təsnifat mərhələsindən başlamalı idi. Rəqiblər zəif idi. İndi əgər Turan buraxılmasa, 2-dən başlasa, elə bir Neftçinin rəqibləri düşdü Zirəyə. Nisbətən asan rəqiblərdir və əksəriyyəti keçiləsi rəqiblərdir. İndi burada paradoks yaranır. Yaxşıdır, yaxşı bir qərar olacaq Neftçi tərəfinə, yoxsa açığı belə deyim, məsələnin iki tərəf var. Məsələn, Neftçi birinci təsnifat mərhələsindən başlasaydı, rəqiblər zəif idi. Böyük ehtimal Neftçi birinci mərhələyə keçəcəkdi. Amma ikinci mərhələdən başladığına görə də hazırlıq üçün daha çox vaxt olacaq. Yəni komandaya transferlər gələcəksə, onların uyğunlaşması daha komandaya yaxşı olacaq. O baxımdan məsələnin müsbət tərəfi də var, Neftçi üçün mənfi tərəfi də. Və bu komandalarımızın hazırlıqlarına bir qədər toxuna bilərik. Neftçi ilə start vermək olar. Neftçi komandasında bəzi dəyişikliklər baş verdi. Vincent Abubakar və Edwin Kuç kimi futbolçular, Christian Kostin kimi oyunçular komandadan ayrıldı və komandanın heyətinə Rüfət Abdullazadə də qayıtdı Şamaxı komandasından. Rıza Cəfərov demək istəyirdin? Rüfət Abbasov. Rüfət Abbasov. Abdullazadə dedim. Rüfət Abbasov və Rıza Cəfərov da bəli, Qəbələ ilə müqaviləsi müddəti başa çatandan sonra komandasına qayıtma şəkildə olacaq. Abubakar aydındır da. Yəni o klası olsa da, amma yerində dayanan futbol oynayırlar. Ruslar buna stoyaç futbol deyirlər. O da müasir futbola ziddir. Hələ Venedumun sistemində hamı qaçmalıdır. Abubakar pis başlamamışdı mövsümə. Nə elədisə məncə futbolçunun özü bir qədər rahatlaşdı və bəlkə baş məşqçi bu futbolçudan, bəlkə egosu ilə baş məşqçi bacarmadı. İnanmıram ego məsələsi. Sadəcə Abubakar məsələn vurduğu qollara baxsaq, həm mövqe seçimi yaxşıdır, cərimə meydançası daxilində. Bir də ki ona yaxın oynamalısan. Yox, ayağında otursan təbii ki o bu dəqiqə ağır olduğuna görə müdafiəçinin keçib burası qol futbolçu deyil və vurduğu qollardan hamısı elədi. Ya əvvəlcədən topun hara gəldiyini hiss edib gedir cərimə meydançasında, ora top qabağına gəlir, ya da ki boş buraxırlar, ayağın içi ilə topu küncə göndərir. Amma belə gözlənilirdi. Abubakarın müqaviləsi bitirdi və uzatmayacağı gözlənilirdi. Kostin sağ cinah müdafiəçisi Sakonun ehtiyatına qalırdı, gözlənilirdi gedəcəyi. Kuçdakı təbii ki oturmuşdu dərin ehtiyatda, o mövqedə daha çox Cecil Almeida, Ifeani Metyu, Emil Səfərov, Emin Mahmudov, yəni yarım müdafiə mərkəzindən ona yeri yox idi. O baxımdan gözlənilirdi. Rüfət Abbasovun gəlişi çox yaxşı oldu. Rüfət Neftçinin yetirməsidir. Rüfət
uşaqlıqdan Neftin Akademiyasında oynaya həmişə arzulayıb ki, əsas komandaya yüksəlsin. Hə, kimsə deyə bilər ki, necə oldu? Yəni, mən özüm də, məsələn, Neftçini qınayırdım ki, 2 il qabaq bu uşaq siz necə pulsuz buraxa bilərsiniz, hələ sizin futbolçuyuz da. Amma biz dünya futboluna baxsaq, çox belə nümunələr var ki, məsələn, Real Madrid də neçə yetirməsini pulsuz buraxıb başqa komandalar, sonra milyonlarla avro verib alıb. Amma Rüfət belə baxanda Neftçiyə pulsuz başa gəldi. O baxımdan çox yaxşı transferdir və mən çox inanıram ki, Rüfətin Neftçiyə köməyi dəyəcək. Və digər komandalarımız barədə danışsaq, o zaman Sabah və Qarabağ əsas məsələlərdən biri Çempionlar Liqasında, biri bizi Avropa Liqasına təmsil edəcək. Hər komandanın da həvəsimiz var, ümidimiz var ki, bizi Avrokuboklarda çıxış eləyəcək. Bir qədər sakitlikdir mövsüm bitəndən bəri. Düzdür, Sabah komandasında yeni müqavilələr imzalanır, lakin transfer səsləri yoxdur. Digər tərəfdən isə Qarabağ 2 futbolçunu transfer elədi, elə mövsüm gedişatına və mövsüm bitən kimi vəssalam. Məncə icarədə olan futbolçuların komandanın saxlanması elə yaxşı transferdir. Puxaçı aldılar Almaniyadan. İkinci Bundesliga komandasından Simiçin müqaviləsi bitmişdi. Onunla 2 illik uzatdılar. Yəni komandanın liderləri Umaralini mövsümün gedişində qış fasiləsində transfer hüququna yiyələndilər. Həmçinin Aron Maludanın. Yəni komandanın özəyi qorunub. Hə, indi qalır belə deyim. Bu gün Sabaha 10 transfer lazım deyil. Bir neçə transfer lazımdır. Mən inanıram ki, komanda yaxın günlərdə transferləri açıqlayacaq. Çünki məndə olan məlumata görə Valdas Dambrauskas da rəhbərindən xahiş edib ki, transferləri təlim məşq toplanışına qədər yekunlaşdıraq. Yəni mən təlim məşq toplanışına artıq yeni transferlə başlamaq istəyirəm. O baxımdan mən inanıram ki, komanda yığışana qədər yeni transferlərində artıq bir neçəsi gələcək. Qarabağ onsuz da çox yaxşı başladı. Mövsüm bitməmiş artıq 2 futbolçu Muaddiblə Zakarias salonu açıqladı. Əla. Artıq təlim məşq toplanışına 2 yeni futbolçu ilə gedir və yəqin ki, mən düşünürəm ki, ən azı 5-6 futbolçu alınacaq. Çünki Toral getdi, Elvin bilinmir gedəcək, qalacaq. Gnabry ümidləri doğrultmalı. Sol cinaha mütləq futbolçu lazımdır. Elvin getsə, hətta ola bilsin ikisi gəlsin. Müdafiə mərkəzi mütləq güclənməlidir və rəqabət yaratmaq üçün də əlbəttə ki, yarım müdafiənin mərkəzi, hücumun arxası, ola bilsin sağ cinaha da bir hücumçu axtarırlar Vinger. Çünki Kaşkun da getməsi gündəmdədir Qarabağda. Və klublarımızın eyni zamanda klublarımızda baş məşqçi dəyişikliklər də yaşanıb. Bu barədə də verilişimizin ikinci hissəsində danışacağıq.